Şuşadayıq. Bax, gözəl Şuşa, düşmən tapdağında olan Şuşəmiz. İgidlərimiz bu yerləri qol gücünə aldılar. Bu yerdə, yəni bir zamanlar ermənilər buraları işğal eləmişdi. Həqiqətən də Azərbaycanlılarımız üçün çox ağır günlər olmuşdu. Şuşa bilirsiniz ki, Azərbaycanın mədəniyyət beşiyidir və bu Şuşadan neçə dahilərimiz yetişibdi. Hətta Azərbaycanın himnini belə Üzeyir Hacıbəyli yazıb. O da bax bu Şuşada yetişib, boya başa çatıb. Üzeyir Hacıbəyev Azərbaycan himnini 2 dəfə yazıbdı. Bir dəfə Azərbaycan tam müstəqil olan vaxtlarda, ikinci dəfə Sovet İmperiyası qurulanda Azərbaycan himni dəyişdi və Qarabağ işğaldan azad olunandan sonra təkrar Azərbaycan himni yazılmağa başladı. Yəni doğrudan da Şuşanın elə bir evladları olub ki, Azərbaycan qaymaqları olub onlarda. Onlar tarixdə hər zaman sözünü demiş igidlər olubdu. Və bu günləri biz bu Şuşaya ilk dəfədir ki, biz deyəndə mən, nəvəm Kənanla ilk dəfədir ki, qədəm qoyuruq. Və qürur duyuruq ki, bugün Şuşa doğrudan da özümüzdədir və Qarabağ bugün azaddır. Əslində zaman ermənilər bizim torpaqlarımızı işğal eləməyə çalışıbdı. Mən deməli bir neçə il bundan əvvəl Afyonkarahisarda, Türkiyənin Afyonkarahisarında oldum və orada Afyonkarahisarın Bolvadin ilçəsində oldum və oradan isə bir köyə getdik. Bu köy Qarabağlar köyü idi. Bu Qarabağlar köyü dərkən 215 il bundan öncə Azərbaycanlılarımız Laçından qovulmuşlar və onlar erməni işğalına məruz qalaraq Türkiyəyə ayaq açmışdılar və Türkiyədə onlar Afyonkarahisarda məskunlaşmışdılar. Laçında olan bu Qarabağlılarımız həmin vaxtlarda öz adət-ənənələrini o gündən ta bu günə qədər qoruyub saxlayırlar. Orada başqa bir türk vətəndaşları yoxdur. Hamısı Qarabağdan gedən Azərbaycanlılarımızdır və orada məskunlaşaraq 4 kənd salmışdılar. Köy deyirlər onların dilindədir. Böyük Qarabağ, Orta Qarabağ, Dirək Qarabağ, bir də Qarabağlar köyü. Sözün həqiqi mənasında bu yerlərin əhalisi torpağa çox bağlıdır. Bu torpağı, vətənini çox sevirlər. Onlardan biri də elə mənimlə birlikdə gələn Rahilə xanımdır. Rahilə xanım da Xocalda çox işgəncələr görübdü, amma əslində Şuşa onun doğulduğu yurd yeridir. Şuşada doğuldu. Şuşada doğuldu, Xan kəndinə gəlin köçdü. Xan kəndindən Şuşalıya sürgün getdi. Yəni erməni işğalından qaçaraq getdi. Başına gəlməyən müsibətlər qalmadı, amma yenə də vətən sağ olsun deyirik və istəyərdim musiqinin səsini qaldıraq, sözümüzü musiqi dili ilə deyək. Xəbər eylə Yaquba, şikəst olub şikəstəmiz, səxavətin məzarına çökübdür duman Şuşasız. Şuşasız yar, aman aydat, ay canım ey. Şuşanın dağlar başı duman,
var gün. Ay kız bu ne kaş göz, bu ne tel, ölenin derdinde. Bunu bil, danışmasan da var gün. Yine dostum, Həzin musiqi sədaları altında Şuşadayıq. Həqiqətən də biz bu yerləri ən böyük arzumuz idi ki, gəlib görək. Və Allah bu yerləri görməyi nəsib elədi. Biz indi buradan Cıdır düzünə doğru hərəkət edirik. Biraz öncə mən Üzeyir Hacıbəyovdan söz saldım. Üzeyir Hacıbəyov doğrudan da çox mərd oğlan olubdu. 1941-45-ci ildə Sovet İttifaqı müharibəsində o öz şəxsi vəsaiti hesabına Böyük Vətən müharibəsinə şəxsi hesabına tank bağışlamışdı. Bəli, Azərbaycan xalqı doğrudan da çox qeyrətli xalqdır. Biz Sovetlər Birliyində yaşayırdıq. Yəni Sovet bizim üçün bir idi və Sovetlər Birliyində müttəfiq respublikalardan biri də Azərbaycan xalqı idi. Azərbaycan xalqı hər zaman olduğu kimi qürurla, şərəflə, ləyaqətlə ayaqda olubdu. 41-45-ci ilin müharibəsində də Üzeyir bəyin az öncə adını sadaladım ki, müharibəyə vaxtı tank bağışlayıbdı. Təkcə bununla bizim müharibəyə olan xidmətlərimiz bitməyibdi. Həzi Aslanov 3 dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görülübdü və o qəhrəmanlığın birini ona verməyiblər, gecikdiriblər. Amma bu müharibəni demək olar ki, Azərbaycanın nefti uddu və qələbəni bizə Azərbaycan nefti yaşatdı. Amma bütün bunlara baxmayaraq, Sovet İttifaqının ayaqda qalmasında bu qədər xidmətləri olmuş, bunları boşu-boşuna demirəm, deyəcək mənim fikirlərim var. Çünki Sovet İmperiyası, biz Sovet İmperiyasının tərkibindən çıxandan sonra Sovet İmperiyası bizə xain çıxdı. Niyə görə xain çıxdı? Bax, gördüyümüz bu yerlər düşmən tapdağı altında qaldı. Qarabağ işğal olundu. Qarabağın işğalında Rus İmperiyasının çox böyük rolu oldu. Çünki Rus ordusu dünyanın Sovet İmperiyasının hər tərəfində var idi və ordu Yerevanda da var idi, yəni Azərbaycanda da var idi, Ermənistanda da var idi və həmin ordu Azərbaycanda olan silah sursatı da ermənilərə tərəf köçürtdü. Və ermənilərlə birləşərək Azərbaycana qarşı çox xəyanətkar bir addım atdı və Azərbaycanın Qarabağ bölgəsini işğal etdilər. Bu işğal zamanı neçə insanlar şəhid oldu. Bu insanların şəhidliyi həqiqətən də bizim üçün çox böyük faciə idi. Deməli, insanlar Qarabağın bütün ərazilərindən qaçqın gəlir, köçkün gəlir. Onları yerləşdirmək, onlara qucaq açmaq doğrudan da çox çətin idi. Təsəvvür edin ki, Qarabağın bütün əhalisi, ardınca ondan öncə Yerevanda olan, Qərbi Azərbaycanda olan Azərbaycanlılarımızın Azərbaycana köç etməsi. Digər tərəfdən bütün bunları ermənilər bitirdikdən sonra Zəngilan, sonra Qubadlı, yəni Qarabağ olmayan ərazilərimizə də ayaq açdılar. Oraları da işğal etdilər. Bax, xalqımız bu günləri maşınların arası keçilmir. Çünki onların da ən böyük arzusu olub ki, Qarabağı gəlib görsünlər. Bax, bu yerləri gəzsinlər və bu yerlərin başına dolansınlar. Çünki bizim arzularımız bugün Çindir. Ona görə insanlar bax bu yerlərə öz ailəsi ilə birlikdə gəlirlər. Cıdır düzünü, Şuşa qalasını, Xankəndini, hər yeri görməyə çalışırlar. Və bu günləri biz qürurlu xalqıq. Bu günləri biz dünya dövlətlərinə, xarici dövlətlərə alnı açıq, üzü ağ gedirik. Çünki başı yuxarı xalqıq. Nə qədər ki, torpaqlarımız düşmən tapdağında idi, biz başqa xarici dövlətlərə gedəndə bəzən bizi gülürdülər, lağa qoyurdular, ələ salırdılar. Deyirdilər ki, siz hansı dövlətdən gəlmisiniz və özünüzü necə yüksək səviyyədə saya bilərsiniz? Axı sizin torpaqlarınızı erməni alıbdır, siz o torpaqlara qayıda bilmirsiniz.
Amma bizim buna çünki vaxtımız lazım idi. Bizə vaxt, zaman lazım idi. Bayaq qeyd etdim ki, Azərbaycan ordusu yox idi. Yəni sanki ilk addımını atırdı. Çünki ermənilər, ruslar birləşərək bizim ərazilərimizdə Sovetdən qalma silah-sursatı da ora verdilər. Bizdə xalqımız, bax gördüyümüz bax bu Şuşada, Xocalıda, Xankəndidə hamısı yalın əllə düşmənlə vuruşublar. Soyuq silahla, bıçaqla, yava ilə vuruşublar. Amma onlar isə o dövrün müasir silahları ilə Azərbaycanlılara qarşı hətta ən ağır sınaqlar Azərbaycanlıların üzərində həyata keçirildi, yoxlanıldı. Bu gün isə biz 2020-ci ilə nəzər salanda artıq Azərbaycan o dövrdə güclü bir dövlət idi. Azərbaycan artıq özünə güvənirdi və inanırdı ki, mütləq bu qələbədə, bu 2020-ci ilin müharibəsində Erməniyə sözünü deyə biləcək. Bugün artıq bütün dünya bilir ki, Qarabağ azaddır və Azərbaycan xalqı qürurlu xalqdır və Azərbaycan xalqı düşmənə torpaq verməz və o torpaqları geri aldı. Artıq bugün bütün dünya bir zamanlar ermənilərin düşündüyü Qarabağı artıq başa düşürlər, bilirlər ki, bu torpaq Azərbaycan xalqına məxsusdur və məxsus olduğumuz torpaqda bax bugün həm inşaat işləri gedir, həm də bugün bax insanlar bura dincəlməyə gəlir. Deməli, bu olduğumuz küçə Molla Pənah Vaqif küçəsidir. Molla Pənah Vaqif küçəsi bax bu Cıdır düzünə gedir. Bu yol Cıdır düzünə bizi aparacaq. Görürsünüz, tıxac var və bu tıxaclardan biz irəliləyə bilmirik. Çox güman ki, bugün inşallah Allahın izni ilə biz ora gedib çıxa biləcəyik. Hələlik deyirəm, birazdan yenə də davam edəcəm.